ağrıdıcı, acı verən mənası da var. Nədir burada? Sifətdir. Sonra 19-cu ayə. Qalu tairukum ma'akum. Onlar dedilər, sizin, yəni nəsqədəmliyiniz, uğursuzluğunuz özünüzlədir. Sizin də birlikdədir. İndi bura qədər gələk. Demək, tərcüməyə. Qalu, onlar dedilər, qalə feilinin cəm şəklindədir, üçüncü şəxsdədir və kişi cinsindədir. Tairukum, sizin uğursuzluğunuz mübtədadır. Bu, uğursuzluğunuz, nə uğursuzluğunuz? Mübtədadır, muzaf, yəni tairu, buna deyəcəyik təyinlənən, muzaf. Kum isə təyindir. Kum muzafun ileyhdir. Məğakum, sizinlə birlikdədir. Məğa xəbərdir. Burada məğakum şibh cümlə gedir, yəni cümləyə bənzərdir. Məğa burada zərfdir.